mən uşaqlıqdan, demək, evdə görüblər ki, mən qaynayıram, enerjim var, daşı, duvarı, taqqananı, əlimə nə gəldi, çalıb oxuyuram. Kasıb ailədən olmuşum. Biz də elə atam rəhmətli də mənim üçün özü nağara düzəltdi, sonra bir qəşəng saz düzəltdi. Mən özüm də uşaqlıqda o simləri də artıb özüm mıxla vururdum, onları çalıb oxuyurdum. O enerji elə məndə uşaqlıqdan olub. Əli Fatih var idi, Əli xan. Səhnədə o azadlığı, bir-iki dəfə onun konsertində oldum, o azadlığı orada gördüm. Və o mənim sənətdə azadlığımı, o mənim elə ki, bir nümunə götürdüm özümə. Qalan bax belə. Birinci sınıfı oxuya-oxuya gəlirsən, ənənə ilə gəlirsən. Ondan sonra o ənənə dönüb olur sənin üçün, sənin halın, sənin eşqin. Bizim öz qədim musiqilərimiz olub, aşıq sənəti olub, yəni estrad olub, mahnı janrı olub, bəstəkarlarımız olub böyük-böyük, simfonik əsərlər yazıblar, xanəndələrimiz olub böyük-böyük. Əlbəttə, biz bunların mən hamısını dinləyə artıq demək olar ki, bu mənim əlimdə, mənim eşqimdə, mənim içimdə, ifa zamanı bu elə bil mənim silahlarımdır. Yeri gələndə hər hissədən, hər sənətdən istifadə öz-özünə olur. O məndən asılı deyil. Elə ki, ilham gələndə, onlar özləri də gəlir bir-bir mənim ifama daxil olur. New Yorkda, o da bir zalın adını deyəməyəcəm. O zalda məsəl üçün çox möhtəşəm musiqiçilər iştirak edib, amma biz orada Takimancanı iştirak eləmişik. Bu bizim üçün çox böyük bir, sənətimiz üçün böyük bir işdir. Məni qoymurlar heç arzu eləməyə. Elə arzular özləri gəlir. Ona görə hətta hələ o qədər arzu yüklənib ki, hətta belə doğrudan da vaxt tapıb onları, çünki mən də yaşıma görə yaşdaşmışam, əvvəlki enerji də yoxdur. Amma elə deyirəm, inşallah eləyərik. Proqramlar, yəni o şeylər çoxdur.